İlahi yalnız səndən istəyir. Sənə yalvarır və səndən diləyirəm. Səndən istəyirəm ki, Muhammed və Ali Muhammedə rəhmət və bərəkətini nazil edəsən. Məni daim səni yad edənlər, əhdini pozmayanlar, şükründən əsla qafil olmayanlar və əmrini yüngül tutmayanlardan qərar verəsən. İlahi, mənə sevinç doğuran izzət nurunu bəxş et ki, sənin haqqını tanıyıb, səndən qeyrilərindən üz çevirim. Səndən qorxum və çəkinim, ey cəlal və kəramət sahibi. Allahın salavatı və çoxlu salamı olsun Rəsulü Muhammedə və onun pak-pakizə əhl-i beytinə.